İslam o qədər incə yanaşır ki, deyir, hətta cəmaatın içində birini nəsihət də eləmə. Cəmin içində nəsihət də eləmə. Çünki utanacaq orada və sabah yenə başlayacaq özünü gizlətməyə. Cəmaatın içində nəsihət xəlvətdə olar, gizlində olar, şirin dillə, lap bəzən sərt dillə də olar. Ərkün çatan adama ki, sərt dildə ancaq o niyyətlə ki, onun xeyrinə olarsa, bilərsən ki, bu belə desəm xeyrinədir, onun xeyri nəzərə alınsa, öz qəzəbimi tökmək üçün yox. Mən nəsihət edirəm, əsəbləşmişəm, əsəbimi kiminsə üzlərinə tökürəm, bunu din qadağan edir. İslamın o qədər acığı gəlir bizim dinimizin adamları qınamaqdan, adamları ələ salmaqdan, İslamın o qədər acığı gəlir eyb açmaqdan, Allah deyib bunun cəzasını qiyamətə saxlamaram. Kim kimisə qınasa, onun dünyada həmən iş başına gəlməz, ölməz. Kim dünyada birinin abrını aparsa, həmin günah eləməsə ölməz. Kimin abrının üstündən pərdə çəksən, abrun gedər. Özdə həmin əməllə, həmin günahla. Eləmə deyir, niyə? Deyir, çünki adamın aramlığını əlindən alırsan, adamın rahatlığını əlindən alırsan. Adam özünü gizlədir, küfrə düçar olur, münafiqliyə yuvarlanır. Sən imkan vermirsən adamlar rahat nəfəs alsın. Elə bir gərgin fəza yaradırsan ki, adamlar məsxərə qorxusundan, qeybət qorxusundan, başqa qorxulardan başlayırlar özlərini gizlətməyə və özünü gizlətmək kimi təhlükəli bir hal yoxdur insan üçün. Çox təhlükəlidir. Neçə gündür bu barədə danışırıq.